İnsanlar sevgidə artıq xarakterə yox, bürcə baxır. Necə insandır sualından əvvəl hansı bürcdür sualı gəlir. Bəs görəsən evlilik zamanı üstünlüyü verilən bürclər hansılardır? Mən özüm şir bürcüyəm. Gələcəkdə ikizlər bürcü ilə ailə qurmaq istəyirəm. Çünki ikizlər bürcü həm çox həssas olurlar. Düzdür, qərar verməkdə biraz çətinlik çəkirlər, amma yenə də sevirəm. Ona görə ikizlər bürcü. Bəs hansı bürclə qurmarsınız, yola getmərsiniz? Əqrəb bürcü düşünürəm ki, çünki Əqrəb bürcündə olan insanlar bilirsiniz necə, yəni bir elə olurlar, bir belə olurlar da. Yəni bu gün üzünə gülüb sabah arxanca danışa bilərlər. Olmaz, olmazsa olmaz, olmaz. Zaten ailəliyəm, oğlaq bürcüdür. Necə yola gedir oğlaqla xərçəng? Yaxşı. Minuslar da var, pluslar da var. Yenə olsa yenə oğlaq bürcündən evlənirdiniz, yoxsa hansı bürcü seçməyi tərcih edərdiniz? Yenə olsa yenə də onunla evlənərdim. Hansı bürclərlə gələcəkdə ailə həyatı qurmaq düşünərsiniz? Yola gedirsiniz, yola getmədiyiniz bürclər? Düşünürəm ki, əkizlər bürcündən heç vaxt yola getmərəm. Çünki özüm əkizlərəm, çox çətin bir xasiyyətə malikik. Daha çox balıq, qız bürcüdən daha yaxşı yola gedərəm. Çünki daha sakit təbiətdə olurlar. Amma məsələn, əqrəblərdir, oxatanlardır, biraz çox sərt xasiyyətdə olurlar. Ona görə biraz çətin insanlar olur. Deyirəm ki, hər kəs tərəzi bürcünü sevir. Mən tərəzi bürcü olduğum üçün çox xoşbəxt. Vay desən Allah. Mən məsələn yola gedirəm buğa bürcləri. Buğa və qos bürclərin yəni çox sevirəm. Bəs operatorumdan soruşmaq istəyirəm. Sən hansı bürcləri sevirsən? Ya hansı bürclə yola gedirsən? Mən bürclərə inanmıram. Tamam. İnandım, tamam. Öz qrupuma, yəni atəş qrupuna daha çox önəm verirəm. Ya oxatan, ya qoç bürclərinə. Daha çox dediyim kimi onlara üstünlük verirəm. Bəs hansı bürclərlə yola getmərsiniz, getmirsiniz? Tərəzi, əkizlər, bir də ki qızlar. Heç sevmədiyim bürclər sırasındadır. Məncə bürclərin bir fayda daşımır, yəni mənası yoxdur. Məncə yəni insanın özündən asılı olan bir şeydir, xasiyyətdən asılı olan bir şeydir. İnanmırsınız bürclərə? Yəni evlənməyi düşünsəz, məsələn, soruşmazsınız ki, hansı bürcü görəsən? Yox, mən elə bürclərə çox önəm vermirəm, yəni insanın xasiyyətindən asılıdır. Yəqin ki, öz qrupundan olan bürclərə önəm verərəm də, yəni alov qrupundan olan qoçla tərəziyə daha çox üstünlük verərəm. Yəni onlarla daha çox yola getdiyinizi düşünürsünüz? Bəli, mənim kafamda ancaq olmaz. Məsələn, olmasın dediyiniz bir bürcü var ki, məsələn, bundan olmaz deyirsiniz. Qızla balıq. Yapma be. Yapmayın lan. Nəyə görə? Heç cürə yola gedəmirəm onlarla. Siz bəs nə bürcüsünüz? Mən şir bürcüyəm. Şirəmmi şaşırdı, mənim qardaşım. Şirəmmi şaşırdı, mənim qardaşım.